Salam. Bugün o qədər əyləncəli bir şey öyrənəcəyik ki, gəl birlikdə ailəmizi ingiliscə necə adlandırmaq lazım olduğunu kəşf edək. Ailənlə tanış olmaq üçün möhtəşəm bir yoldur bu. Yaxşı, onda de görüm, ailəni ingiliscə təqdim etməyə hazırsan? Əlbəttə hazırsan. Haydi, elə isə vaxt itirmədən başlayaq. Yaxşı, gəlin ailəmizin ən müdrik, ən sevimli üzvlərindən başlayaq. Bilirsən kimlərdən? Əlbəttə ki, nənə və babamızdan. Bax, ekrana diqqətlə baxaq. Solda nə yazılıb? Grandma. Bu bizim sevimli nənəmiz deməkdir. Və sağda o da grandpa, yəni baba. Çox asan səslənir, deyilmi? İndi isə ən maraqlı hissə. Gəl görək bu sözləri necə deyirik. Birinci sözümüz grandma. Mənimlə birlikdə təkrarla, yaxşı? Deyirik grandma. Bir daha grandma. Super. Bu nənə deməkdir. İndi də baba üçün grandpa. Gəl birlikdə deyək. Grandpa. Afərin sənə. Möhtəşəm. Artıq nənə və babanı ingiliscə bilirik. İndi isə növbə kimdədir? Əlbəttə ki, ana və atamızda. Bax, bunlar lap asandır. Isa və şirin. Solda mom var, yəni ana. Sağda isə dad, yəni ata. Gəlin də bunları deməyə məşq edək. Yenə cədvəlimizə baxırıq. Birinci sözümüz mom. O qədər asandır ki, gəl mənimlə de, mom. Bəli, bu ana deməkdir. İndi isə ata üçün dad. Tələffüzünə bax, dad. Birlikdə deyək, dad. Əla. Bax, bu da ata deməkdir. Vau, artıq 4 dənə söz cibimizdədir. Sən əsl bilicisən. Deməli, ailədə kimlər qaldı? Düzdür, bacı və qardaş. Və budur onlar. Solda sister yazılıb. Bu, bacı deməkdir. Sağda isə brother, yəni qardaş. Bu ikisini də öyrənən kimi demək olar ki, bütün ailəni saya biləcəyik. Yaxşı, sonuncu məşqimiz. Diqqətli ol. Məndən sonra təkrarla, tamam? Sister, birlikdə deyirik. Sis, tə, çox yaxşı. Bu, bacı oldu. İndi isə qardaş. Brother, gəl birlikdə deyək. Bra, zə. Aferin, super. Və budur, sən tam 6 dənə yeni söz öyrəndin. Bu möhtəşəmdir. İndi gəl hər şeyi bir də yadımıza salaq ki, heç vaxt unutmayaq. Nə deyirsən? Hazırsan? Mən deyirəm, sən də məndən sonra ucadan təkrarla. Getdik. Grandma, grandpa, mom, dad, sister və sonuncusu brother. Sən bunu bacardın, əla. Sənə həqiqətən afərin. Bax, bugün sən bütün əsas ailə üzvlərini ingiliscə adlandırmağı öyrəndin. Bu, əsl böyük bir işdir. Mən səninlə fəxr edirəm, doğrudan. Yaxşı, bəs indi. Desəm ki, ailə üzvlərini ingiliscə say. Bacararsan? Əlbəttə bacararsan. İndi tez ol, qaç və öyrəndiyin bu yeni, gözəl sözləri bütün ailənə de.